Salam, xoş gördük. Mən Nüfər Həsənova. Deməli, Kodera Test Bankında və proqramlaşdırma bölməsinə aid olan belə bir sualın izahına baxaq. Deməli, sual bu formadadır. HTML dilində yazılmış fraqmentə əsasən doğru fikirləri müəyyən edin. Deməli, gördüyümüz kimi bu cədvəl, deməli, fraqmentidir. Yəni, table tagi, burada məlumdur ki, bu cədvəldir və burada çərçivənin ölçüsünü müəyyənləşdirir. Deməli, biz bilirik ki, tr tagi sətri bildirir, cədvəlin sətrini. th tagi sütun başlıqlarını müəyyənləşdirir. Və sütun başlıqlarının bir özəlliyi var ki, deməli, th taginin daxilində yazılan məlumatlar avtomatik mərkəzə düzləndirilir və qalın şriftlə yazılır. Və td isə xananı müəyyənləşdirir. İndi isə gəlin görək burada cədvəl hansı struktura malikdir. Yəni, deməli, birinci sətir, ikinci sətir, üçüncü və dördüncü sətir. Deməli, cədvəl 4 sətirdən ibarətdir. Birinci, ikinci, üçüncü və dördüncü. Daha sonra, baxın, burada 3 th tagi verilib. Yəni, 3 sütun başlığımız var. Deməli, burada th taginin daxilində yazılıb ad avtomatik, mərkəzdə yazılacaq qalın şriftlə, sonra soyad, daha sonra yaş. Və ikinci sətirdə Əli, daha sonra Əliyev soyadı, yaşı 30. Üçüncü sətirdə, deməli, Eltac, Əhədov, yaşı da 25. Və Kamil, Vəliyev, yaşı 45. İndi gəlin görək hansı fikirlər doğrudur, hansı yanlışdır. Bizdən doğru fikirləri istəyir. Və burada cədvəl ümumi 4 sütundan ibarətdir. Xeyr, cədvəl 3 sütundan ibarətdir. Ona görə birinci yanlışdır. Cədvəldə ən kiçik yaş 25-dir. Gəlin baxaq. 30, 25, 45. Deməli, ən kiçik 25-dir. Bu doğru fikirdir. Cədvəl ümumi 12 xanadan ibarətdir. Xana sayını tapmaq üçün sütun sayının, sətir sayının hasili olacaq. Yəni, 3 sətrimiz var. Daha doğrusu 3 sütunumuz var, 4 sətrimiz var. 3-ün 4-ə hasili 12 xana edəcək. Bu doğru fikirdir. Adı hərfi ilə başlayan 2 şəxs vardır. Baxın, adı hərfi ilə başlayan bir şəxs var. Əgər desəydi soyadı ə ilə başlayan, onda hə, doğru olardı. Ona görə 4-də getdi. Səhv fikirdir. Soyadı v ilə başlayan şəxsin yaşı ən böyükdür. Gəlin baxaq. Baxın, 2 nəfər ə ilə başlayır soyadı, 1 nəfər v ilə, yəni Vəliyev Kamil 45 yaşı var. Bəli, gördüyümüz kimi belə yaşı ən böyük olan Vəliyev Kamildir. Bu da doğru fikirdir. Cavabımız olacaq 2, 3, 5, yəni C variantı. Sualın izahı ilə bağlı nəsə qaranlıq məqam olsa rəy bölməsinə yaza bilərsiniz. Diqqətinizə görə təşəkkür edirəm.